Bugün 44 günlük Vətən müharibəsinin şəhidi, cənnət qoxulu şəhidlərimizdən biri olan Qəhrəmanov Orxan Səlvəroğlunun cənnətdəki doğum gündür. Allahdan şəhidimizə rəhmət, ailə üzvlərinə səbir diləyirəm. Bir şəhid anası olaraq övladımı o qədər gözəl xatırlayıram. Övladım o qədər gözəl, mərd, cəsus. Bax, silah yoldaşları belə yanındadır. Bax, buradadır silah yoldaşları belə. Bir dəqiqə getdi, döyüşdüyü yerdə bir dəqiqə sakit durmayıb. Bir dəqiqə. Komandirin hər əmrinə birinci özünü önə atırmış. Acıdır, çox acıdır mənim üçün. Çox, dedikcə acıdır. Analar xonsa vəziyyəndə mən də məzar daşı bəzəyirəm. Amma fəxr edirəm, qürur duyuram oğlumla. 30 illik həsrətə son qoydu, əmsinin qisasını aldı. Fəxr edirəm, nə qədər acı da olsa fəxr edirəm oğlumla. Yaradı, ölənə qədər, torpağımda qan ağlar, Orxansız. Amma qürur duyuram, fəxr edirəm. Mən ona demişdim, mən sənə seçmə toy eləyəcəm. Allahım seçdi, özü öz yanına apardı. Dedi, ana sən seçmə toy istəyirdin, mən ona seçmə toy elədim. Nə deyim, ruhları şad olsun cəmi şəhidlərimizin, qazilərə Allah şəfa versin. Ailələrə ancaq dözüm arzulayıram, səbirdən keçib, həqiqətən dözüm arzulayıram. Getdikcə yara dərinləşir. Dövlət tərəfindən verilən medallar. Xocavəndin azad olunmasına görə prezidentimiz təqdim eləyib, Füzulinin azad olunmasına görə Vətən uğrunda medalları ilə təqdim eləyib. Allah dövlətimizi qorusun, ordumuzu qorusun, əskərlərimizi qorusun, bir daha müharibə olmasın, bir daha heç bir ana ağlamasın. Hər zaman Azərbaycan xalqına xoş, firavan həyat bəxş eləsin Allahım. Bayrağımız hər yerdə uza dalğalansın. اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. Orxan kimi şəhidlərin simasında Ramazan ayında ad günü olanlar, dünyasını dəyişənlərin ruhuna Qədr surəsini oxuyuram. Bismillahirrahmanirrahim. İnnə ənzəlnəhu fî leylətil qadr. وما أدراك ما ليلة القدر ليلة القدر خير من ألف شهر. Allah valideynlərinə səbir versin və ömür versin ki, onların yadigarlarını, onların övladlarını, onların qardaş övladlarını, toylarını görsünlər. Bu yaxınlarda bu şəhidlər xiyabanında uyuyan Məhəmmədin bacısının toy mərasimi oldu. Ora qədər biz Arzu xanımı Dənizlə də, mənlə də, Şəhid müəllimlə də, yəni ora qədər sevincini görməmişdik. Bu ailələrin də sevinci hər bir şəhid ailəsinin sevincidir. Ona görə də Arzu xanım, Allah sizə ömür versin, üzərinizdə elə ağır yük var. Bəhtli insanlar var ki, o heç yükü olsa da belə hiss eləmir, amma siz hər zaman o yükü hiss eləmişsiniz, gəncliyinizdən, bu gündə, sabahda. 90 yaşınız da olsa, sizdə o məsuliyyət var ki, ətrafınızda olan evladlarınıza, nəvələrinizə kömək edəsiniz. Allah da yolunuzə güc versin, yol açsın və Orxanın da ruhu şad olsun. Arzu xanım özü elan edib, buradan hara gedəcək, kimdən hara gedəcək. Getməzdən əvvəl istərdim ki, bir daha şəhidlərimizin ruhuna parti yox. Cəm Azərbaycan şəhidlərin ruhuna Əl-Fatih.
Azı burada şeytan edəcəm. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Malik yevmiddin. İyyâke na'budu ve iyyâke nestaîn. İhdinas sıratal mustakîm. Sıratal lezîne en'amte aleyhim. Gayril mağdûbi aleyhim ve lad-dâllîn. Bismillahirrahmanirrahim. Dolanın boynuna Qarabağında düşmən at oynadı Araz boyunca. Qəlbim qan ağlayır bu gəz yaşında. Gəl boyuna qurban ay vətənim. Şuşa yaylağını kış duman aldı. Xar bülbülümün gözləri doldu. Tapxana meşəsi